son aylar TikTok'da izlənmə rekordları kıran Ləman və Nəsirovun canlılarından birini sizə təqdim edirəm. Hər zaman son dönemlər, daha doğrusu hər zaman biraz dalaşırlar, sonra barışırlar. Hemen yayımlardan birini təqdim edirəm sizə. İzləyin. Həm maraqlıdır, həm gülməlidir, həm əsəb vericidir. Siz də öz fikirlərinizi bildirin. Ümumiyyətcə bu cütlüyü bəyənirsinizmi? Nə formada qəbul edirsiniz? Dost kimi, sevgili kimi? Siz də öz fikirlərinizi bildirin. Video başlamamışdan öncə like edib sonra videonu izləməyinizi rica edirəm. Təşəkkürlər. Necə? Sən həqiqətən güdəli olmuşsan. Yox. Sən axşam saat 12-yə o minib qıza yenəsə. Eşqə düşmüşəm də bugün mənə bir dənə sevgi təklifi gəlib. İnanırsan, bilmirəm. Yerə görə sığamıram. Yeni mənə şeylər gəlir. Mənə yeni təkliflər gəlir. Allah haqqı, evlənirsən. Mənə yeni çəkilişlər falan gəlib, təkliflər zətdə belə. Yıldız doğuyor, yeni bir yıldız doğuyor. Yıldız nə edir? Yıldız doğur. Yıldız doğuyor. Yıldız kimdir? Harada doğur? Yıldız da Yıldız Tilbe. Çox zərbətsiz nə edir? Yıldız Tilbe doğur. Niye böyle zərbətsizsən? Nə Kim doğur? Eylendin de doğur. Yıldız doğuyor, yeni bir şey doğuyor yani. Nasıl anlatayım, geri zekalı. Ulduz doğur, ben doğuram. Yeniden doğuyorum, küllerimden yaranıyorum. Bugün səhərdən akşama kadar şəhərdə olmuşam, gözəl təkliflər gəlib, çəkilişlər gəlib. Yaman xanım, siz şamprenasınız, biraz bu... Şampunsuz? Şamprenasınız deyirlər, biraz bu TikTok'ta biliriyə məşhursuz ama biraz da daha yerlərə gəlmək üçün sizə gözəl təklifləriniz falan falan. Mən də dedim ki, mənim bir dənə dostum var, Nəsirovdan. Ola bilər ki, təklif bizi onunla yararlandırdım. Mən də, ama başqa təkliflər də gəlib, başa düşsən, yəni, aşk mı desəm, meşk mü desəm, nə bileyim, gözəlləşmişəm, bir nə desəm, mən başa düşsən, nə bilmirəm. Ya sahip 2 kurs, çok iyi. Yani oturdum canlıda ağladım. Dedim ki benim sevgiye ihtiyacım var. Bana bilsen ne kadar yazıklar ki ay hanım peki sen sevgiye ihtiyacın olsun da. Senin o kara gözlerine kurbandı. Başa çıktı. Ne kadar panyatkali kişiler oğlanlar. Nerede gör canım Kadir bilen. Gör. Gör sana ne kadar değer veren oğlanlar var. Gör sen canım ben ağlamışam. Benimle bir yerde Bakı'nın yarısı ağlayıp. Görsən yani. Oo, sen ne danışıyorsun? İnanırsan ki mənə rayonlardan zəm vururdular. Cəmaət hamısı evdə bir təkə qoymuşdu, mərsiyə gedirdi sən üçün. İnanırsan kredi vururdular sən üçün. Ay lalo kızıl zilakları. Sadece önce kredi... Özde mən bu təzə təklif, eşq teklif edən də çalışdı olmasından. Mən qan təklif, nə təklif bilmirəm. Oy. Deyəsən mənim eləyə bilmədiyimi qardaşlar eləmək istəyir. Sağ. Hə. Danış. Sen dirençmişsin ha bizim tarafla. Dirençmişim. Bu talıştan çıkırsan o biri talışacak. Bu talıştan bu biri talışacak. Sen bu talışlarda neyse görmüşsün. Bu talıştan o biri talışacak. Bir talıştan bu biri talışacak. Eşq görmüşəm, məhəbbət görmüşəm. Oo ne danışıyorsun sen? Dön. Yəni belə nəşir, sevənlərim çoxalır günü-gündən. Mənim necə ayağım sənə düşüb, sağ ol ki, sənin də ayağın mənə düşür. Bir dəqiqə gözlə, bir dəqiqə səbirlə mənim dəqiqə. Aha. Ay çocuklar çok mutluyum uşaqlar. Ha geldi. Afak sağ ol canım. Leman falan canım sağ ol. Mən sesim gəlir uşaqlar. O yığırlar, ondan sonra mən yığıram, telefonu açmıyorum. Görsən ki, yayındayım, talabada məni yığırsınız. Dalbadal yığmayın da. Alo. Dalbadal. Ha? Ha eşittim. Sən çağırsan da cükar olmuşsan. Hə. Yaşlanmaq da adam yaşlanır qulaqları tutulur ondandır. Boş ver. Ucu yaşlanırsa ucu qulaqlar tutulur, adam eşitmir. O yaşlanmaqdan. Güzelliğin başına bel olacak aslında. Hə? Güzelliğin başına bel olacak. Sən gözün dəyişək dursun. Gör necə. Gör necə dəyişək, gör necə.
Kimin? Jennifer Lopez'in? Jennifer Lopez kim olur ki? Jennifer Lopez kim olur? Lopez benden zengin. Mektebe giden bir kopyası yazıyor. Jennifer Lopez. Özümün Jennifer Lopez bunu işitsən, bilsən ki, sən Jennifer Lopez haqqında belə danışsan, o səni Avrupa məhkəməsinə verər. O həmin qutda söhbətinə görə. Onsuz iti oxşuyursan, elə eləmə, lap pis iti oxşuyursan. Ha gördüm. Ha gördüm. Gördüm ben, canım şahim canım. Necəsə, nə var, nə yox? Hiç geçmişim fotosesiyalara. Aha. Nece gelmişim fotosesiyalardan. Oo, nə danışır, nə gözəl, nə gözəl. Nə fotosesiyası idi? Var işte bir şeyler fotosesiyaları. Sən niyə zilə çıxırsan danışan? Hmm. Nə fotosesiyasına getmişdik? Bir iki tane fotosesiyalarım var idi. Bir tane model oğlanla tezi yeni lahiyelerim gelir. Allah xeyir olsun. Özün lütfen necə? Neyse, ben de yayındaydım. Sağ olsun, Günayım getirdi mən. Sıramı da ikiye kaldırdı, sağ olsun. Allah'tan Allah sizin de Allah hele kızların hiç çok bizi başımızdan eksik eylemesin. Amin, amin, amin. Günayım günayım, nazlı günayım. Seni çok sevirəm, ol benim ayım. Günayım günayım, nazlı günayım. Seni çok sevirəm, ol benim ayım. Nananay nanay nanay. Sen niye ayıza çekirsen ki? Sen niye ayıza çekirsen? Okudum da gördüm telefonumdan. Var ol, var ol, var ol. Heyran olaram sənə biricik gülüşün qurban olaram sənə. Ya boş ver. Ha, yaxşı ki dedin, yaxşı ki dedin. Həqiqətən, bax dost nə gün də lazımdır. Ne gün de lazımdı dost dosta? Dost dosta ne gün de lazımdı? Dost bax belə gündə lazımdır. Belə gündə. Belə gündə lazımdır dost, bəli. Söhbət eləsən, maraqlı söhbətlər edirsən. Maşallah olsun. Sağ olsun fanatlarım artık. Böyle ben de öz hayatıma devam edirəm. Sevgi hayatım bir an olsun. Sənin bugünkü cəzadan xəbərin var? Sevip sevilme hayatı yaşamak Sənin istiyorum. bugünkü cəzadan xəbərin var? Günayım, var ol, təşəkkür edirəm sənə. Var ol, başa dönürəm. Bugünkü cəzadan xəbərin var? Ha yo yo yo. Yoxdur. Dəqiq yoxdur. 100%. Yok da dedim. Hə? Yok da yok. Tamam. O zaman sənə axşam sürpriz, saat 12 tamamda sənə sürpriz cəzam. Rüzümü gözləyirəm. Sürprizimi gözlə, mənim sürprizlərim çox gözəl olur, sürprizlərim. Bilirəm çox gözəl sürprizlərin olur. Bəli. Axşam sənə sürpriz eləyəcəm. Sən mən sürprizlərin olur. Hə? Bilirəm əla sürprizlərin olur maşallah. Ondan əvvəl nəsə dedin? Bilirəm qəşəng sürprizlərin olur maşallah. Yox, ondan əvvəl nəsə dedin? Ya, əla dedim də əla sürprizlərin olur. Hə, tamam. Böyle olsun. Tamam. Sözləri şirin mədəli. En güzeli, güzellerin en güzeli. Vestalış torpağındadır, Vestalış torpağındadır, Vestalış torpağındadır, Vestalış torpağındadır. Leman, Nədir? Leman. Hə, aycan. Can almasın. Sənə bir gün. Qəşəng sürpriz bir cəzamız var. Bu cəzanı fikirləşən, ideyəni quran şəxs buradadır. Şəxsiyyət. Şəxsiyyət, bəli. Ona görə də o cəzanı bir gün, Çoxdan qəşəngdir, sağ ol aşkım. ona görə də o cəzanı bir gün mən sənə verəcəm. Nə cəzası misal üçün? Mən səni birinci gün yayımdan tanıyanda and olsun Allaha sən belə deyildin. Uşa belədir. Allah haqqı sən belə deyildin. Sən belə niyə oldun? Yaxşı deyirəm. Necə yaxşı edirəm? Buna bakıyorum artık. Kimə baxıyorsun? Kendime bir söz verdim. Artık kendime bakacağım. Özüm benim sənin 2 kurs müalicəyə ehtiyacım var. Hiç de bilemem. Sadece Gəl gedək bizim kənddə bir dənə həkim var, Baytar həkimi. Sevgiye ihtiyacım var, onu da mənə verəm olacaq inşallah. İnşallah verən olar sənə. Narahat olma. Bizim kənddə bir dənə Baytar həkimi var. Adı Rəhim Baladır. Baytar həkimidir. Bizim əmmimiz də onun xətrini çox istəyirdi. İnəklər sağaldı bu. O bizim Kapşanda sahədə inəklər sağadıb. Gəl səni də aparın bizim kəndə. Sənə 2 kurs müalicə eləyər, 2 kurs. Neyləri bilmirəm, amma sənin babat sağım. Necə başa düşmədin? İşte havalar yaxşı gedir. Necə onu təkrar de. Boş ver canım, boş ver bebe. Hə. Necə dedim başa düşmədin? Yaşadım ben, kızlar yaşa kimse İçkili sən, içmisən sən. Ağzımı danışım bildim, ben içki içirəm. Özünü niyə belə aparırsan bəs? Zarafat edirik də, oturaq mal kimi duraq ekrana baxa. Mənim ciddi üzümü görsən, məni xoşlamayacaqsan. Nə? Görsən? Mənim ciddi üzümü görsəz, onda mən heç kim canlıda baxmayacaq. Sənin ciddi üzün var ki. Deyir kimsə ki, mən bu geyimlərime, girib mənim arxiv videolarıma baxsan, mən həmişə belə geyinmişəm. Bilmək istəyirsənsə. Sadəcə bir iki dəfə mən depresyona falan düşdüm, belə keyfim zadım olmadı. Özümə baxmaq falan qoyub bir qırağa da başa düşürsən. İzləyicilərimdən soruşa bilərsən. Haqq, ədalət, bir hadi. Ay qız, mən ciddi deyiləm. Mən bura insanları güldürməyə gəlirəm. Bura mən Elgizin mama sənə papaqlarına verişdir ha. Bəlkə indi bir dənə sənə bir söz deyim, gör mən sənə deyim. Hə, piyanam. Səndən bir yerdə vurmuşam 50-50 qaşıq. Oo. Nə qızlarla söz sarsan, hep bunların sən. Özünü çünki belə 2 dəqiqə səndən eyni ortamda mən girib danışa bilmirəm. 5 dəqiqədən sonra mən səndən qırışıram. Yeganə insansan ki, mən səndən eyni ortamda otura bilmirəm. bilirsən niyə qırışırıq? Mən nə qızı?
Kalk evladım. Ara. Açarsın. Bir çık. Dış kazanın. O ne təzə almısan onu? Kırma kırması da. Ne bileyim ne nesi de. Mən səni tanıyandan sən xurma yeyirdin hə. Sen benimle tanımırsan. Görən de gelin. Mən səni tanıyanda sən əlində bir dənə tava tutub mənlə ilk görüşə gələndə pomidor yumurta ilə gəlmişdin. O ki sən mənlə görüşəndən sonra, o ki sən mənlə o restorana, bu restorana gedəndən sonra talışlar demişkən, "Tı, qala moyna biş. Tı, marda biş işte kuti. Tını peğati lazımdır. Tı, ısa moyna baş beş aşma meydan." Esra bir söz diyeyim sana. Selfir melfirman bilfir. Mən sənin salfırma, mırfırma, dılfırma vururam indi. Narahat olma. Qəti narahat görmə ona görə. Salfırma, mırfırma, dılfırma. Bir söz deme ya. Pis söz demirəm mən sənə. Mən səndən talış nə demək istəyirəm ki bunu? Səni mən ilk dəfə görəndə sən belə deyildin. Sənə nə oldu belə? Her şey yaxşıdır. Sən quru xurma görmüşdün. Sən quru xurmanı mən tanıyandan sonra quru Kuru xurma. kurma yok ama kuru adam gördüm. Ay Gördün. gördüm. Uçuz Gördün gördüm. ha? Hiç gördüm. Afçarka gördüm. Zooparkın bütün çeşitlerini gördüm. Mən səndə. Ben sende. Düzgün danışam. Ben sende. İnanırsan mənim Zorpaka qarşı bir həvəsim yox idi. Mən səni tanıyandan sonra mənim Zorpaka olan sevgim artıb. Bir sen niye? Sen zooparkla karşı hevesin olur. Çünkü sen yanında dost aktarırdın. Tapabilmedin ben tapsana. Yox, sən həqiqətən iki qismə. Gəl mən sənə bir dənə yaxşılıq eləyim. Gəl mən sənə nə deyirəm. Mən sənə bir dənə yaxşılıq eləyim. Səni aparım. Sen bir yaxşılıq. Çok güzel bir cümledir. Ama belki. Anam kimin mehribanım, kaynana. Benim kaydıma kalanım, kaynana. Kilo qaynanın başına bunu bu birdən bəyənər. Diyende zafiyen, kaynana. Kilo qoyum o qaynanın başına, onu bu birdən bəyənər. Bana mehabbet eleyen, kaynana. Elə qaynanın mənli. Sen helatısan, seni başımın tadısan. Hey. Maşallah. Seni başımın tadısan. Memli olan da ben, hem anam hem badımsan. Memli olan da ben, hem anam hem badımsan. Kaynana, tadı anarım sana. Bütün dünya bir yana, mehabbetin bir yana. Kaynana, tadı anarım sana. Bütün dünya bir yana, mehabbetin bir yana. Buraya. Yaxınca. Sən gözlə. Bunu qaynananı oynayırsan, bax. Bunu oynamaq olmaz. Bax, bunu oynamaq bunsuz olmaz. Baldızın yaxşısına da pisinə də qurban olum mən. Baldız ayrı şeydir. Aa beni seni seven oğlan bak. Sıra koy oynayayım. Baldız. Baldızına yaman diyen gelinde, gıybet eder üze gülen gelinde. Baldızına yaman diyen gelinde, gıybet eder üze gülen gelinde. Ama bozun yurdu yuvası obası, sevdiğinin kadrin bilen gelinde. Ama bozun yurdu yuvası obası, sevdiğinin kadrin bilen gelinde. Baldız belə gəlinin saçını yolmasın, nə eləsin baldız? Baldızım, baharım hem yazayım. Baldızım, sen de benim bazım. Baldızım, baharım hem yazayım. Ben götür. Dur çık. Vah. Bu misafirliyə. Gördülər ki bizdə yayım qalxır, bizə şey atdılar da. Sıfalatlar. Ev yox, canı sağ olsun, ev yox. Allah sizi güldürsün. Uşaqlar, bu gecə çox maraqlı bir cəzamız var. Ona görə də hər kəsi ekrana yaxın oturmağa dəvət edirəm. Axşam saat 12 tamamda. Gördülər ki, yayım qalxır, 10 min keçir, başlandan sonra. Sənə quzu kəsərəm. Pek eləyirik, oyun oynayırıq, deyirik, gülürük, danışırıq, oyunumuzu oynayırıq, cəzalarımızı eləyirik. Amma gəl, kiminsə qəlbini qıracaq söz deməyək. Başka baktım o zarafatlara götürdün ne oldu? O zarafat değil, o ayrı bir şey, sen söz atırsan. Ben onu başa düşürəm, sen sözü hara atırsan. Ama düzgün değil. Sen quzu kəsərəm, istifade eləmə elə sözləri. Ben niye söz atım ki? Başa düş ki, sen de qadınsansa, başqası da qadındır. Ben sana niye söz atım ben çatmadı yok. İndi mən sənə yayından sonra daha da açıqlamasını Yayından verirəm. sonra 2-0 səndə. ne diyorsun? 2-0 səndə. O diyardın da bayağı telefonda. Heç bir şey, 2-0 səndə, oyna. Diyardın da bayağı telefonda. Oyna. Telefonda diyardın da burada ne diyorsun ki? Başla. Neyse uşaqlar, səbir gözəl şeydir. Tıklayın. O uduzub deyə ev yoxdur, can sağ olsun. Tıklayaq. Bu kadar. Neyse. Fikir vermeyeceğim bir şey. Fikir vermeyeceğim hiçbir şey. Hiçbir şey fikir.
Bizdə oyun. İkimdir. 2 sən, Bir kimdir? 1 mən. İkimdir. 2 sən. Bir kimdir? Təkrarlayaram sənə bu sözləri yenə əsəbləşərsən ha. İkimdir. Ne dediydin eve tekrarla? İki kimdir? 2 mən. Bir kimdir? 1 sən. İki kimdir? Sən. Bir kimdir? Ha? Mən. İki kimdir? Axın dəfədir. 2 sən. Bir kimdir? Mən. Bir de kalacaksan sen. Tamam, edirəm ki. Eşidirsən ha? Yaymında neçə nəfər var? 12.300. 12.300-ə qarşı mənim 4.000 nəfərim. Oynayın görün nə edirsiniz. Ha oyna. Bir daha bu platformada göstərərəm ki, əsas çoxluq deyil. Əsas bilsə nədir? Onu 5 eləyəndə sənə deyərəm. Şimdi necə qəbul et. Mağlandı. Hə? Sənin qızların məni tək görüb. Bilmirlər ki, burada canavarlar var. Hə? Erkeğindən və dişisindən aslı olmayaraq burada canavarlar var. Şıraq bize. Kaçsana bana. Və göstərdin də. Göstərdin də. Şot. Sənə jeton attılar, mənə tıkladılar. Sən mənim tıkımı kesmək üçün şıraqmısan. Başa düşdün? Sən eşidirsən? Eşidirsən? Aşağı. Bir dəqiqə qulaq as. Bir dəqiqə qulaq as. Bir dəqiqə qulaq as. Asra. Dedin sözünü qulaq as. Ha dedi. Sənə tıqla dəyər verirlər mənə şirlə. Mən xoşdur. Mən şirlə dəyər gələndə bura heç kəsə dəyər gəlmirdi. Sən narahat olma. İndi qulaq as. Mən şirlərə əhəmiyyət vermədiyimə görə bugünkü güclüyəm ona. Və bu saat bizim yayınımızda 1.800.000 tıklama var. Olsun. Bu sevgini qazandığım üçün bütün çata minnətdaram. Bütün çata minnət. Mənə kimə minnətdarsan çata lap yaxşı. Mənim ən böyük dəstəyim mənə burada o hız görevində bir gül atan izləyicilərimdir. Mənim ən böyük dəstəyim mənə burada tıklayanlardır.